Salam hörmətli izləyicilər. Bildiyiniz kimi statik testing ilə bağlı mövzu açmışdıq və statik testing ilə bağlı məlumat verdik keçən videoda. İndi isə ilk danışacağım mövzu statik testingin necə tətbiq olunduğu və nələrə diqqət edilməli olduğu ilə bağlı danışacağıq. İlk danışacağım mövzu da elə accepting kriteriya, yəni qəbul meyarlarına uyğun olaraq dizaynın analiz edilməsi, checklistin yazılması ilə bağlı olacaq. Niyə bu vacibdir? Çünki statik testing əslində nisbətən çətin bir test növüdür. Çünki hələ development olmamış və yaxud da ki, development olan zaman, hazırlanan zaman biz testlər olaraq, QA olaraq artıq testlərimizə başlayırıq və əlimizdə sanki olmayan bir şeyin testini edirik. Bunu da ancaq dizaynla və yaxud da ki, aktiv kriteriya ilə eləyə bilərik. Bunun üçün də mühümdür ki, biz həmən sənədləri analiz eləyək və nələr test olunmalıdır, əvvəlcə müəyyən eləyək və daha sonra bizim əlimizə həmən produkt çatanda testimizi etməyə başlayaq və həmən statik testinglərimizi dinamik testingə çevirmiş olaq. Mən nümunə olaraq bir dənə belə bir login səhifəsini istəyirdim sizə göstərim və bunun üzərindən biz öz checklistimizi yazarıq və aktiv kriteriyanı da bunun əsasında təhlil edərik. Və mən bu səhifəni elə ChatGPT-yə göndərdim və bunun əsasında mənə aktiv kriteriya yazmış oldu. Və sistemin user story kimi belə bir şey yazıb ki, bu çəkilən dizayn nəyin dizaynıdır? Və adətən də bilirsiniz ki, dizaynlar Figma'da çəkilir və developer onun əsasında yığır. Deməli, mən əvvəlcən istəyirdim ki, baxın, burada qeyd olunan qəbul meyarlarını bir özümüz oxuyaq və daha sonra isə bu dizaynla nə qədər uyğun gəldiyini bilmiş olaq. Bildiyiniz kimi, baxın, qəbul meyarları buradan başlayır və qəbul meyarı nədir? Yəni, aktiv kriteriya dediyimiz nə olarsa bu məqbuldur. Nələr təmin olunmalıdır ki, biz həmən dizayna, həmən taskı done olmuş sayaq və definition of done da buradan meydana gəlir ki, yəni done'ın olmağının, yəni okey olmağının meyarı nədir? Bunu bilməliyik və buradan oxusaq görəcəyik ki, bu həmən login səhifəsində nələr olacaq və hansı meyarlar olmalıdır. Və burada bildiyiniz kimi belə bir userin profil şəkli var və burada da o bildirilir ki, belə bir şəkil olacaq. Məsələn, bu dizayn məlumatları da burada qeyd olunub və onun ölçüləri nə boyda olacaq və onun şəklinin, rəsmin ölçüləri və rəng forması da qeyd olunur. Və bir-bir buttonlar hansı input fielddən olacağı da qeyd olunub və bu dizaynda da öz əksini tapıb. Və həmçinin də ki, logində username yazanda, password yazanda və login buttonunun nə vaxt aktiv olması da aktiv kriteriya yazılır. Çünki bəzən görürük ki, aktiv kriteriyada yazılır ki, button aktiv olsun və bunlar biri yazıldı, biri yazılmadı, buttona vuranda error versin və yaxud da ki, ola bilər ki, button disable olmuş olsun, yəni aktiv kriteriya yazılır ki, bu disable olsun. Çünki o tələbdən asılıdır. Siz hər hansı bir səhifəyə baxıb deyə bilərsiniz ki, bu səhvdir, məsəl üçün bu login aktivdir, heç bir şey yazılmayıb halbuki. Ola bilər, yəni biznesin tələbi odur və biznesin tələbinə uyğun da bu belə qoyulmuş olsun. Ona görə də burada aktiv kriteriyanı oxumaq vacibdir və biz burada görürük ki, burada yazılıb ki, məsəl üçün password yazılanda username tələb olunur, password tələb olunur, login düyməsi baxın kliklənəndə və nələrin vacib olduğunu biz üçün qeyd eləsin. Yəni adamın aktiv kriteriyası budur, bizdə də belədir. Ola bilər ki, login butonu burada disable olmuş olsun və bizim də aktiv kriteriyamızda elə yazılardı, amma elə yazılmayıb. Yazılıb ki, login düyməsi enable olsun. Biz ona klik eləyəndə bizə xəta mesajı versin ki, username password burada gərək olar, username password tələb olunmağını bizə göstərir. Və daha sonra isə login səhifəsində
login düyməsi kliklənir, istifadəçi dashboard səhifəsinə yönləndirir. Uğurlu login nədir? O da müəyyən olunub. Yəni istifadəçinin username, passwordu yazılır və loginə klik edəndə uğurlu login olmuş olur. Uğursuz login nədir? Login səhifəsi kliklənir. Yanlış username, password yazanda uğursuz login olur və heç bir yana yönləndirilmir. Və hansında xəta olduğu müəyyən olunur ya yox, onu görək varmı? Elə bir şey yazmayıb. Amma bunu da soruşa bilərsiniz. Biz bunu niyə oxuyub dizaynı analiz edirik? Çünki burada hər hansı bir çatışmamazlıq varsa biz onu əvvəlcədən bilməyimiz üçün bu cürə analiz etməyimiz çox vacibdir. Çünki siz bunu ya dinamik testing zamanı müəyyən edəcəksiniz və yaxud da heç vaxt müəyyən etməyə bilərsiniz. Ona görə də əvvəlcədən checklist yazmağınız və analiz etməyiniz çox vacibdir. Məsələn, burada forgot password daha sonra oxuyuruq. Burada yəni bu butona klik edəndə hara yönləndirilsin, remember-ni klik edəndə nə üçün hər bir şey yazılıb və bu səhifədə işlənilən servisin tələbi nədir? Security məsələsi necədir? Neçə dəfə login o məsələn butonuna vuranda artıq blocked olmağını məsələn müəyyən eləyən bir şey var burada. Neçə dəfə cəhd olunandan sonra xəta versin. Məsələn, sonra hansı butonlar olsun, hansılar clickable olsun, hamısı burada qeyd olunur. Və biz bunu oxuduq və müəyyən elədik ki, mən bayaq oxudum, gördüm ki, burada yazılmayan bir dənə şey var. Username-in və yaxud da ki, passwordun nələri qəbul etdiyi, hansı simvolları qəbul etdiyi yazılmayıb. Ona görə də baxın, mən burada yazacağım ki, məsələn, valid inputs belə bir şey yazıb, yazacağım ki, bəsin, burada nə olmalıdır? Yoxdur burada. Mən bir də burada sual qoydum və gedəcəyim biznesin yanına, biznes analitikin və yaxud da PO-nun yanına ki, bəs mənə görüm, username-ə nə yaza bilərəm? İstədiyim qədər bir şey yaza bilərəm. Və yaxud da ki, və yaxud da ki, neçə simvol olmalıdır, neçə mail şəklində, Gmail şəklində mi olmalıdır və yaxud da ki, password nələri qəbul etməlidir. Çünki bunlar çox vacib bir şeylərdir və bu da qeyd olunmayıb və mən bunu müəyyən edib, bunu gedib biznesdən soruşuram. Bunu sonradan sizin bilməyiniz və developerdən tələb etməyiniz əlavə zaman itkisi və əlavə iş deməkdir. Ona görə də əvvəlcədən baxın, burada yazacağım ki, username inputuna tələb nədir? Bir sualım budur. İkincisi sualım isə passworda tələb nədir? Onu da müəyyən eləyək. Və məsələn, burada forgot password deyilən bir şey var idi və bu hara yönləndirilsin? Məsələn, o da yazılmayıb. Onu da müəyyən eləmək lazımdır ki, bu hara yönləndiriləcək. Çünki siz yönləndiriləndə bilməlisiniz ki, bu hara gedəcək. Məsələn, forgot password. Və bunlar siz gedib biznesin tələb edib, bunları müəyyən etməyini istəyəcəksiniz. Və bunlar belə bir şey edeyim və qırmızı edeyim. Və bunlar hamısı müəyyən olunandan sonra siz bu definition of done-ı müəyyən edirsiniz. Bu ilə də definition of done müəyyən olunur. Yəni, qəbul meyarı nədir, bu taskın done olmasının nədir? Bunlar hamısı müəyyən olunanda artıq siz checklistinizi və test case'lərinizi yazacaqsınız. Mən istəyirdim ki, bunun əsasında test case'lərimi yazım, checklistlərimi yazım. Məsələn, mən bunu getdim, tələb elədim və mənə dedilər ki, burada ad və soyad olsun. Ad, məsələn, 16 rəqəm, 16 hərf, ancaq 16 simvol qəbul eləsin. Ancaq məsələn hərf olmuş olsun, bitişik olsun, məsələn belə bir şey özümdən yazıram və 0, yəni heç bir şey yazmır, boşluq qəbul etməsin
Passwordda da belə bir özümdən tələb yazıram. Məsələn, biznesə dedim, o mənə belə bir tələblər dedi. Yazır ki, hərf və rəqəm olsun, 10 simvol olsun, belə, məsələn, belə. Forget password olanda da URL filan URL-dir. İndi mən başlayıram bunun əsasında checklistimi yazmağa. Checklist yazanda nəyə baxıram? Baxın, mən adətən öz işimdə də həmişə belə eləyirəm ki, rəngi birinci yoxlayıram. Yəni checklist odur ki, nələri yoxlayacağım burada. Çünki bunu yazmasam, sonradan yazsam, sonradan oturub fikirləşsəm, əlavə vaxt deməkdir, əlavə iş deməkdir və əvvəlcədən bunu analiz etməsəm müəyyən problemləri görməmiş olacağam və bunu yazmağım əslində həm də ona görə üstünlükdür ki, bunu yazandan sonra insan bilir ki, nələri yoxlayıb burada. Və mən məsələn yazıram ki, rəngi yoxlayacağam. Rəngi yoxlamaq. Imagine size'larını yoxlamaq və məsələn bu neçə dildədir, onları hamısı müəyyən etmək. Məsələn 3 dildədirsə 3 dildə yoxlamaq. Azru-n, məsələn belə bir şey yazıram qarşısına, Azru-n və baxın burada da o müəyyən olunmuyor və yaxud da ki yazılmamışdır və bunu da qeyd edeyim ki, məsələn burada 3 dil var idi. 3 dildə tekstləri tələb etmək. Baxın, artıq 4 dənə şey çıxartdım ki, bizdə biznes tərəfdən bunları yazılmamışdı. Biz bunu tələb edirik ki, bunları qeyd eləginən ki, mən developerdən də bunu sabah gözləyə bilim. Məsələn, belə bir şey yazım checklistə ki, 3 dildə bunu yoxlamaq, Azure. Çünki siz bunu ola bilər ki, test edirsiniz, 3 dildə yoxlamaq yadınızdan çıxsın. Bunu yazmalısınız ki, yadınızda olsun. Və məsələn, username input fieldini yoxlamaq, 16 simvol. Məsələn, 16 simvol eləmişdim. Məsələn, yazıram ki, qarşısına 16 simvol olacaq. Nə bilim, hərf olmağını, hərf daxil etməyi yoxlamaq, rəqəm daxil etməyin qəbul etməməyini. Məsələn, belə bir şeylər yazıram və məsələn, password-u yoxlayıram. Password inputunu yoxlamaq və burada da göz işarəsi var. Göz işarəsini yoxlamaq, onu da yazıram. Və remember me bunu da yoxlayıram və daha sonra forgot password. Nə ki yoxlana bilir, nə ki funksionallıq var, login button. Nə ki bunlar hamısı olur, bunlar hamısını bir-bir yoxlamalıyıq və nələri yoxlayacağım. Məsələn, username yazacağım, password yazmayacağım və yaxud da ki, əksinə. İstəmirəm daha detallı yazım, çünki vaxt da gedir, sizin də vaxtınız gedir. Məsələn, heç birini yazmadan logini klik edəcəyəm. Klik etməyi yoxlamaq, belə bir şey yazım. Və yaxud da ki, forgot password edəndə URL-ə direct etməyi yoxlamaq. Remember me etməməyi, bunu məsələn yoxlamaq, etmək və etməmək. Daha sonra isə məsələn uğurlu olduqda redirect olmağı, yəni login olmağı yoxlamaq.
Mesela uğursuz olanda nə olacaq onu yoxlayırsan. Hər bir detalı nə ki ağlınıza gəlir, hamısını qeyd edirsiniz ki, bu sizin olacaq checklistiniz və daha sonra isə həmən checklistə əsasən öz testinizi aparacaqsınız və həmən checklist əsasında da test senaryo və test case'lərinizi yazacaqsınız. Əslində burada mənə qeyd olunanlar bir növ test senaryodur elə. Test senaryonun daha sonra da test case'e çevirəcəyik və qeyd elədiyim də əslində budur ki, biz burada bir-bir bunları hamısını yoxladıqca, biz burada bunu analiz etdikcə ki, burada nə qeyd olunacaq, nələr olacaq, hamısını bir-bir qeyd elədikcə ağlımıza müxtəlif versiyalar gələ bilər. Mən məsələn indi ağlıma gələnlər bunlar oldu və bunları bir-bir çek eləyib burada yazdım və daha sonra da onları yoxlayacağım. Məsələn burada servis. Bunu hansı servisə gedib, servisə post olmağı yoxlama, servisin time'ını yoxlama, sonra DB-yə düşməyini, yəni databazaya gedir. Axı sizin burada yazdıqlarınız databazadan oxuyur və yaxud da ki, bunu DB-yə post və ya get olmağını yazım ki, bəzən yəni oradan çəkili də məlumat post get edeyim. DB-dəki məlumat. Və bildiyiniz kimi login səhifəsində adətən authentication və identification olur. Yəni sizin burada həqiqətən də mövcud olub-olmadığınız çek olunur. Bunlar həmən servisləri yoxlamaq və post, yəni logini eləyəndə sizin məlumatlarınız authentication olur ki, bu həqiqətən də bu sistemdə var ya yoxdur. Onlar hamısı çek olunur. Və bunlar hamısını siz checklistə yazıb yoxlayırsınız və checklist yazdıqca da sizin boşluq olan, aktiv kriteriyada olmayan bir şeyləri müəyyən eləyib. Burada DB-yə, BA-yə və yaxud da PO-ya, Project Manager-ə məlumat verirsiniz ki, bu yoxdur, bunu doldurun, verin və burada qeyd edin ki, developer də bunun əsasında öz sənədlərini yazsın, mən də onun əsasında sabahları yoxlayacağım. Və danışacağım əslində mövzu bu idi, checklisti biz yazdıq və bunu artırmaq da olar əlbəttə ki, və yaxud da ki, siz verilən məlumatları ChatGPT-yə və yaxud da ki, hansı süni intellektə verə bilərsiniz ki, mənim bunun əsasında bir checklist yaz və mən də onun əsasında yoxlayacağım. Mən biraz sadə yazdım. Ola bilər müxtəlif yerlərdə checklist yazmaq müxtəlif cür olsun. Mən adətən yəni iş mühitində bizim daha rahat, özümün daha rahat yazdığım forması budur. Adətən belə yazıb, sonra da checklistimi həyata keçirdim. Ola bilər hər hansı bir forması olsun, table olsun ki, və bunları yazılsın. Məncə rahat üsulu budur, həm də ki, praktik olaraq da işə yarayan bir şeydir. Və sabahlar bu rəngi yoxlayıb, plus qoyuram ki, okeydir bu. Image-i yoxlayıram, həqiqətən image bu formadadır. Məsələn, image-in ortada olmağını, məsələn, bu batınların ortada olmağını, bu hint deyirlər buna. Bunun üzərinə vuranda bu itib-itməməyini yoxlamaq, məsələn, bunu da yazıram ki, inputa vuranda, inputa klik edəndə hintin ləğv edilməsi. Mesela belə bir şeyləri yoxlayım hamısını. Bunların hamısını qeyd eləyirəm və sabahları bunu yoxladıqca da qarşısına plus qoyuram. Sabahlar bilirəm ki, bunlar çek olunub, bunlar yoxlanılıb və ya yoxlamadığım şeylər də oradan yadıma düşür və qeyd edirəm. Danışdığım mövzu buydu. Bundan sonraki mövzuda inşallah test senaryo və test case yazmaq haqqında danışacağam və statik testing ilə bağlı olan mövzular da bunlardır. Çünki statik testing başqa cürə apara bilməzsiniz. Bunlar hamısı yazılmasa statik testing aparmaq mümkün olmayacaq. Çünki biz bunu yazanda, təhlil eləyəndə biz prosesi anlamış olacağıq və prosesi nə qədər də tanış olacağıq, proseslə, sistemlə tanış olacağıq və aktiv kriteriyaları daha da inkişaf elətdirə bilərik. Yoxsa qıraqdan baxıb və yaxud da ki, bizə artıq task veriləndə oturub onu test etməyimiz, yəni statik testing olmayacaq, birbaşa dinamik testing olacaq və orada çıxan xətalar əslində daha bahalı xəta olacaq. Çünki orada əlavə vaxt və pul lazım olacaq ki, onlar hamısı işlənilsin, yenidən iş görülsün. Ümid edirəm ki, bu dərslər faydalı olacaq. Danışdığım mövzu praktikada sizin işinizə yarayacaq, effektiv olacaq.
Təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun. Növbəti videoda görüşərik inşallah. Çox sağ olun.